Onlar gəlinə qədər mən deyim. Hə, deməli, deyir ki, düzgün variantı göstərin, göstərək. Baxın, normalda bu isim sayılan isim deyil, sport ismi. Amma bir növündən danışırsınızsa, o isim sayılmalıdır. Yəni, qış oyunu deyirsinizsə, siz onu növləndirirsiniz. Ona görə bu sayılan isim olacaq. Yəni, sayılan deyəndə durub cəmləmirsiniz. Məsələn, artiklı buradan çıxasınız. Belə isimlər çoxdur. Növündən danışanda cəmləyirsiniz. Yəni, sayılan isim kim olur? Artikldan işləyən. Bu demək deyildi, amma artiklsız olur. Mən görməmişəm bunları. Məsələn, deyirsiniz ki, nahar yemək adları sayılmır da nahar axşam, səhər, günorta. Amma qarşısına sifət qoyanda artikl yazırsınız. Yazmasanız hələ səhv sayılacaq. Prosto bu demək deyil ki, məsələn good breakfast cəmləyəsiz yox. Bu da onun kimidir. Yəni bir düzdür. İkincisində bu isim bilirsiniz sayılmayan isimdir. Amma əslində bu material kimi sayılmır. Normalda bir daş götürdüm, bir daş atdım. O olur sayılan isim. Yəni elə 1, 2 düzdür. Üçüncüsündə penir söz sayılmır, amma növündən danışılanda bu da sayılır. Burada da deyir ki, yəni çoxlu bu indi 12 deməkdir, amma tərcümə eləyəndə 12-lərlə demirik də, yəni onlarla pendirlər var idi. 3 də düzdür, dördüncüsü səhvdir. Niyə? Cəmlənməli idi. Çünki bu da növündən danışanda sayılan isim olur. Food da növündən danışanda sayılan isim olur. Bir marketdə siz çoxlu meyvə görürsünüzsə, bu deməkdir ki, siz tək orada alma görmürsünüz bütövlükdə. Heyva da görürsünüz, nə bilim, nar da görürsünüz, belə. Ona görə 1, 2, 3-dür cavab. Hə, dedim gəlinə qədər deyim. İstəyirsiniz, hamısına baxmayaq, səhvlərinizə baxaq. Əgər yazmısınızsa. Yazmamısınızsa, belə gedə bildiyimiz yerə qədər gedərik. Nə deyirsiniz? Nə istəyirsiniz? Müəllimə, birincinin cavabında Y vermişdiniz. Mən də B yazmışdım. Yox, bedir cavab. 4-də. Hə, B-dir. Dəqiq bedir özü. Bu, mən yazmamışam ki, cavabları Elvin müəllimin testidir. Hə. O bir dənə baxaq cavabına. Oy, nə çoxdur. Hə, Y yazıblar. Yox, orada cəmlənməli idi. Siz yazan düzdür. Hə, sırayla deyirsiniz, baxaq. Biraz deyim ki, qalmasın. Baxa-baxa gedək. Bilmədiniz. Yəqin demək istəyirsiniz ki, hamısına baxaq. Yox. Yaxşı, ikincisində yiyəli çalı soruşur bizdən. Görək ikincisində hansılar düz imiş. Deməli, biz öyrənmişik ki, double genitivlər var. Bu şəkildə işlədə bilərsiniz. Yəni, Jeremy'nin storiesinin həqiqəti bir düzdür. İkincisində amma bu siz tək isimi, belə bir şey var da, bu son vaxtlar çıxan yiyəlikdir. Əgər siz tək isimi müqayisə edirsinizsə, that of-la, cəm isimi müqayisə edirsinizsə, those of-la edirsiniz. Amma bunun bu tərəfində yiyəlik yazmağa ehtiyac yoxdur da, prosto. Bura yiyəlik yazılır, bu səhvdir. İndi söhbət burada deyir ki, nənələrin mövqeyi valideynlərinkindən demək istəyirsiniz, müqayisə. İndi burada müqayisə olunan isim position'dır. O da dətdir, burası düzdür. Amma burada yiyəlik yazmaq olmaz. Bu variant səhvdir. Yəni ikincisi olmaz. Üçüncüsündə deməli bunların yanına, bunlar özlərində yiyəliyə sala bilirsiniz. Apostrof S artırıb somebody's car deyə bilərsiniz. Belə else yazıb onu da yiyəliyə sala bilərsiniz. 3 də düzdür. Dördüncüsündə bütün zaman ifadə sözlərin hamısı apostrof S-lə olsa yiyəliklənir. Düzdür, McDonald's-un düzlüyünü onsuz da bilirsiniz. Belə apostrof S-lə olur. Bu belə deyək də, o ki dedik yer adları falan ehtiyac yoxdur isim yazmağa. Yəni siz bura bir dənə isim qoya bilərsiniz də. Necə işləyirik? Grandmother's, əslində grandmother's house, home, nə bilim belə. Ehtiyac yoxdur. Bu da onun kimilərdən. Yəni düzdür. 5 də düzdür. Altıncısında on the way home, bunun harasında, hə, buradakı yenə eyni vəziyyətdir. Siz bura mağaza yaza bilərsiniz, qəssabın dükanı. Amma siz qəssab deyəndə onsuz da hamı verir ki, siz ət satılan yerdəsiz. Ehtiyac yoxdur. Yəni yazsaz da düzdür, yazmasaz da. В общем, 2-dən başqa elə bütün variantlar düzdür. Yəqin ki, E variantıdır. Sonra 3-də yenə yiyəlik halı axtarmalıymışıq. Deməli, kompüterin yaddaşındakı bütün informasiya, bu düzdür, in computer's memory. Normalda belə bir şey vardı. Biz deyirik ki, sahiblik canlıların hissəsindən danışanda, üzr istəyirəm, heyvan olsun, ya insan fərqi yoxdur. Mütləq apostrof S-nə yazırıq. Amma cansızların yerini qətiyyən yazmaq olmur da. Siz deyə bilmərsiniz, stolun ayağı, ona apostrof S-lə. Ya yan-yana qoymalısınız, table leg, ya da ki, the legs of table deməlisiniz. Amma bu şəkildə olana, bu elə bir dakı kimində, kompüterdəki belə. Bunu işlədə bilərsiniz. Bir düzdür.
Sonra ikincisində deməli bütün qadınların iş ərizələri adi oflu yiyəlikdir. Elə bu da düzdür. İki. Üçüncüsündə yenə də eyni vəziyyətdir. Bu adi ofludda idmançıların professional keyfiyyətləri. Bu da düzdür. 1 2 3, amma bəlkə başqaları da var. The Turkish peoples. Burada türk xalqlarından söhbət gedir. The Turkish deyirsinizsə, onda siz türk xalqlarını nəzərdə tutursunuz. Türk xalqlarının mədəniyyəti. Əslində burada apostrof S yox. S apostrof. Yəni cəmlənməli idi. Belə də elə bilirsiniz, türk cəmaatının məntiqsiz hissəsində türk xalqları olmalıdır. Türk xalqlarının mədəniyyət və adət-ənənəsi. Bu səhvdir. Yəni isminə görə səhvdir. Bu da ki, ümumiyyətlə yiyəli çal deyil, mürəkkəb isimdir. Sizdən yiyəli çal soruşur. Man of War bu adi isimdir. Prosta mürəkkəb isimdir də yiyəli çal deyil. Cavab da oldu elə A variantı. 4-də hesablamaq lazım imiş. Görək. Deməli, the moment I have, deməli deyir ki, bacımın gəlişi. Bu of bright-dir. Biz keçən dəfə dedik ki, here of-la olanda preposition testinin içində xəbərdar olmaqdır kimləsə. Yəni deyir ki, hal-hazırda yəni bacımın gəlişindən xəbərdaram. Yəni bilirəm o mənada işlənir. My sister's arrival. Elə buna bir dənə düz deyin görək başımıza nə gəlir. İkincisi, do you know the girl who is showing the way to the manager's office? Bu da düzdür. Menecerin ofisinə elə iki də düzdür. Üçüncüsündə yes the this dedik. Bunlar hamısı belə düzəlir yiyəliyi. Yəni apostrof s-lə düzəlir. 4. Bu səhvdir, amma ən varsa bu abituriyent qaydasında deməli tək isim olmalıdır. Yəni an hours apostrof s. Əksinə bu da cəmlənməlidir. 10 minutes apostrof olmalıdır. Heç nə 1 2 3 yəni A. 5. 5-dəki ismi bəlkə də tanıyırsınız. Bu sayılmayan isimdir. Artikel yaza bilmərsiniz. A getdi. Eləcə cəmləndiyi üçün C də getdi. Bu da artikelin olduğu üçün getdi. Yəni ya B-dir cavab, ya da D variantıdır. İkisindən biri. Person sözü ümumiyyətlə heç vaxt ayrı yazıla bilər, bitişik də yazıla bilər. Eyni şeydir. Amma qətiyyən cəmlənməz. Ona görə bu variant da getdi. Cavab da olacaqdır. B variantı. Bu isim də həmişə cəmdə işləndiyi üçün həmişə cəm isimlər var. Xəbəri ar yazırsınız. Yəni cavab olur B variantı. Sonra 6. Deməli düzgün olanlar. Bu adi isimdir. Yəni düzgündür. Fearless millionaire. İşte bir düz olsun. İkincisində amma hə bu sayılıb sayılmayan söhbətinə görədir. Bu sayılır. Artikel yoxdur. Yəqin artikela görə içi gedər. Üçüncüsündə auditoriya sözü sayılır. Bu da düzdür. Sonra dördüncüsündə goal sözün artikel çatmır deyə səhvdir. 5-də də metal sözünün artikel yazılır. 1 3 5 E variantı. Neçə dənəsi düzdür. Neçə dənəsi düz imiş. Deməli, a woman's popular clothes shop. Normalda biz dedik ki, bu tək artikla aiddir. Bundan bu isimdən bir neçə dənə abituriyent testində də görmüşəm. Normalda artikel ya ümumiyyətlə təyin edici heç vaxt apostrof s sözə aid apostrof s sözə aid olur əslində həmişə. Yəni o birisi isimdən işi yoxdur da. Elə bil siz burada düşünün ki, bu buna aiddir. Amma bəzi hazırları var ki, hazır ifadə kimi onlar da əslində bu tərəfə aiddir. Onları da ayırd etmək üçün yazmışdım o isimləri, amma əzbərləməyə ehtiyac yoxdur da. Forla əvəzləyə bilirsinizsə, deməli əslində orada artikel bu isimə yox, elə bu tərəfə aiddir. Məsələn, deyirsiniz ki, a girls tutalım schools. Siz onu fırlıb deyə bilərsiniz ki, schools for girls. Deməli orada əslində artikel aid deyil bu yiyəliyə. Bura aiddir, amma ümumi qaydada artikel əslində bura aid olur. Yəni bir qadının mağazası prosta burada bura aid deyil də, buna aiddir. Heç də biri düz götürün, ikincisində proqram sözünə aiddir. İkidə düzdür artikel. So many human rights issues. Burada da əslində bu menin aid olduğu yer buradır. Elə 1, 2, 3 bunlar beləcə də düzdür. 4-də 200 robotics expert bu da düzdür. Only a few və bu a few özünə sonra cəm isim gətirir. I deyə cəmlənməlidir, cəmlənməlidir. Heç də bunu çıxandan sonra qalanlar yəqin ki B variantı. Düz olar. 8. Deməli, bu həmişə cəmdə işlənən isimdir. Ona görə birinci tərəfi cəm yazmalısınız. Bu hədə bura.
Bura xəbər yazırsınız, have. İkinci tərəfdə gəldiniz. Bu work sözü təkdə də işlənə bilər, cəmdə də işlənə bilər. Zavod mənasında. Yəni təkdə budur, cəmi də budur. İndi burada deyir ki, yol zavodu var. İşçisi deyil bu, yol zavodu var. Əsər də deyil, iş də deyil. Bu zavod, yol zavodu. Burada amma məntiqli variant odur ki, tək olsun da, cəm olmasın. Bu birisi tərəfə də yiyəlik lazım deyil. Hmm. Deməli, birinci tərəfi bilmirik. Burada hə, burada hədir yaza bilərik. Amma gəldi ikinci tərəfi mən buna nə bilim ki, tək yazım, yoxsa cəm yazım. Prosto indi a, cəmdir də tək olsaydı, zavod söz sayılandı. Bura bir şeylər yazardılar. Hə, işte B variantıdır. Bunda şeydir də sifət rolundadır. Siz niyə artikel şey deyərsiniz də, elə bir keçid e, piyada keçidi. Daha demirsiniz də piyadanın keçidi. O kiməsə məxsus deyil, ümumiyyətlədir. Ona görə yiyəlik falan lazım deyil. B variantı. 9. Bu research sözü sayılmır. Nə cəmləmək olmaz, nə də artikel yazmaq olmaz. O tərəfində də bu da bir xəstəlikdir də, xəstəlik addır. Bunu da heç cəmləmək olmaz. Baba bu variant. Cəmləyə bilmirsinizsə də söhbət bu it burada isnad edir buna. Deməli əslində tək olmalı da. It was a failure. Uğursuzluğa düçar oldu. B variantı. Hə, bu testin variantları, bu testi bilmirəm, bəlkə içinizdə tanıyan var ya yox. Amma İradə müəllim bəlkə tanıyır. Bu testi o qədər fırlanıbdı ki, hər yerdə qəribə səslənir, nəsə belə elə bir bütün variantlar uyğun gələn fason olur. O bu deyildi desən. Yox, bu deyildi. O bir dənəsi burada var test. Burada elə bir normal yiyəliş hal deyin. Deyirsiniz ki, Xarici Ticarət Naziri Polor Ofu ilə. Sonra bir də qarşı deyirsiniz ki, Xarici Ticarət Nazirinin çıxışı, yəni bu şəkildə olmalıdır. Birinci tərəf. İkinci tərəfdə də deməli, ikinci tərəfdən hə, burada da sifət yazmalısınız. Deməli, orada yiyəlik lazım deyil, getdi. Bunun birinci tərəfində səhvlik var, getdi. Peaceful yox, sülh yox. Bu deyil D variantı. Burada olacaq da deməli peace talks, yəni sülh danışıqları D variantı. O dediyim test bu deyil. Hə, buydu mən dediyim test. Budur bir dənə beləncisi olmalıdır. Hə, deməli burada nə edəcəyik? Deyir ki, rəsmi xristian kilsə kalendarı. Baxın, yiyəlik ehtiyac var. Deyirsiniz ki, rəsmi kilsə kalendarı. Rəsmi kilsənin kalendarına ehtiyac yoxdur. Yəni bir kilsədən danışmırsınız ümumiyyətlə. Nə hesab ki, bura yiyəlik lazım deyil. Bu yiyəlik, bu da yiyəlik. Bu A variantıdır. İkinci tərəfdə də deyir ki, o özündə ehtiva eləyir dindarların günlərini. Deyir ki, rəsmi kilsə kalendarı özündə dini günləri, dindarların günlərini və kilsənin festivallarını ehtiva eləyir. Ehtiva eləyir. Adı cavab. Hə, gəldiniz bu 12-cisinə. Bu isimlər hansı ki, hər iki tərəf belə mənasını itirib də. Burada üçü də olduğu mənanı vermir. Mənasını itirən bütün isimlər onsuz da axırdan cəmlənir. Bu gül addır. Unutma məni gülüdür nəmlərdir. İşte bu birinci tərəf B olacaq, bu tərəfdən cəmlənəcək. Sonra o tərəfində də bu şeydir də parnik. Parnik becər əkini. Buna da yiyəlik al lazım deyil. Adi yazırsınız isim ora sifət funksiyasında olur. Yəni cavab olur A variantı. 13. 13-də deməli nə var? This yazıbsa, demək ki, sizə tək xəbər lazımdır. This is yazarsınız. O tərəfində də baxın bu means həm tək kimi işlənə bilər, həm cəm kimi işlənə bilər. Yəni eyni tək cəmi. Burada this deyirsə birindən danışır. O zaman siz buna it qaytararsınız. Yaxşı, buradan da it deyin. Bu tərəfində deməli business into cəmlənməlidir. Уже getdi bu. Burada hyphen varsa cəmlənmə olmalı deyildi, getdi. Is D demək olmaz, getdi. Bu da is, bu tərəfində it can be, bu tərəfdə 2 months. Cavab da olur D variantı. 14.
Deməli, is situated between two rivers. The oldest woman in the village. Bu kəndin, bu kəndin deyil də, bu kənddəki evdə ən yaşlı qadın, belə deyəcək bunun tərcüməsinə. Ə, kəndin bu evdə yaşayan kənddəki ən yaşlı qadın, yox, elə olmadı. Elə yox. Yaşlı qadının kənddəki evi, hə, belə. Yaşlı qadının kənddəki evi iki çayın arasında yerləşir. Elə bu düzdür birincisi, ikincisi də bundandır. Bu normal yiyəlikdə bildiyimiz kənddəki ən yaxşı qadının evi. Tərcümələri eynidir, prosta bu ikincisi normal bildiyimiz yiyəlikdir. Bu da ki, bu şəkildə. Məsələn, deyirik həyətdəki gül, onu da bu şəkildə deyərsiniz. Nə bilim, tutalım, məktəbdəki müəllimin yoldaşı, bu şəkildə deyərsiniz. 1, 2, üçüncüsündə bu səhvdir. Burada elə bir söhbət yaşlı olan nədən gedir, heç bilinmir. Evdən gedir elə bilər. Elə bil ən yaşlı qadının evi. Tərcümən bəlkə də elə deyərik, amma struktur olaraq ya bunu belə deməlisiniz ofdan, ya da belə deməlisiniz. The oldest woman house, heç nə, bir dənə çift cavab. Deyir, bunun qısalması nədir? 300 santimetr. B'dir, hə? Tape measure. B olmalıdır cavabı. Bu hansı ölçü vahididir bilmirəm, amma cavab B variantıdır. Yəni, durub ölçsəm bilmirəm hansı variant, necədir. Neçə dənəsi düz imiş? Baxın, dedik ki, növündən danışanda cəmlənməlidir. Baxın, burada növündən danışanda sadalıq burada kök meyvələri var. Bir düzdür, ikincisində species sözü təkdə budur, cəmdə budur onsuz da. Hər iki halda düzdür. Bu tərəfində fish sözü növündən danışılanda cəmlənir. Təxminən 600 balıq, yəni 600 eyni balıqdan yox, fərqli balıqlar. 2 də düzdür. Baxın, deyirsiniz ki, Sparta kralı, yəni Spartanın kralı. Sonra deyirsiniz ki, Spartanın kralının arvadı Helen idi. Yəni, bayaq necə dedik, Nəmharanın kralı, sonra onun nitqi. Eyni bunun kimi idi. Yəni, bu da düzdür. The name of the woman. Onsuz da relative clause-larda biz yəri çalı ofla yazmalıyıq. Bu düşmüşdü 2023-cü ildə. Yəli S-nə yazmışlar deyə səhv edin. Bu da düzdür. Londonun iqlimi, bunu da belə deyə bilərsiniz. Dəyişkəndir Türkiyəncindən. Heç də hamısı düzdür. 17. Demək, nə istəyir bizdən? Henry VIII. Elə bilirsiniz ki, bura qədər olur 8-ci Henry. Sonra da 8-ci Henry'nin karıları deyirsiniz. Yəni, bayaq kimi. Adı normaldır da, belə 8-ci Henry'nin arvadları daha doğrusu. Bir düzdür. Bu isim elə bilirəm həmişə cəmdə işlənən isimdir. O cürə xəbəri cəmdə olubdur. Buna da düz deyim. Burada bu hissə ümumiyyətlə vericili olan heç bir cümlənin agreementinə təsiri yoxdur. Amma burada bu polis sözünün burada bu kimi yazmayıb. Yəni silah növü kimi yazıb. Prosta elə bilirəm mən bunu axtarmışdım, yox idi amma. Yəni bu polis mənasında işlənmir ha. O məndə yox. Mən də bunu bilmirəm, fikrimi necə sizə deyim də. Axtarsaz polis kimi bu söz yoxdur. Sadəcə olaraq burada demək istəyir ki, elə bir gücü mənasında deyir ki, polis yəni bir dövlətin əsas silahıdır. Mən də bilmirəm də bu ismi sizə necə deyim ki, sizə aydın olsun bu. Amma burada polis kimi deyir. Yəni ümumiyyətlə polislərdən danışmır da ki, polislər gəldi, falan kəs tutdu. Yəni demək istəyir ki, polis ölkənin əsas strukturudur. O mənada, yəni bu adi bir isim deyil də, bildiyimiz. Xəbər təhti götürə bilərsiniz. Amma axtarsanız bu polis falan silah demək deyil. Elə şey yoxdur. Heç bu cümlə elə bilirəm yox idi lüğətdə, internetdə yoxdur bu cümlə. Bilmirəm hardan yazıb. Sonra knowledge sözü sayılmır, amma qarşısında artikel gəlində yazırıq. Sifət gəlində yazırıq. Sonra the human rights situation oldu. Burada xəbərə baxmalıyıq. Hə, bura baxırıq. Baxın, xalqlar da, Afrikadakı xalqlar cəmlənməlidir. Bayaq necə cəmlənməmişdi, səhv götürdü. Yəqin ki, bunların hamısı olmalıdır. 1, 2, 3, 4, 5, D variantı. 18. Deyir, hansı səhvdir? Deməli, this is the child of the neighbors who. Bu deyir ki, qonşuluqda yaşayan uşaqdır.
Bu düzdür. Yəni qonşuluqda yaşayan qonşunun belə iki dənə isim yan yana bir qəribə oldu. Qapı qonşuda yaşayan şəxsin uşağıdır. Yəni düzdür. Onsuz da relative clause-da of istifadə etməlisiniz. Bir düzdür. Sonra ikincisində that is the wife of one of my friends. Bura qədər belə deyək də, double genitiv kimidir. Dostlarımdan birinin arvadıdır. O, deyək ki, Liverpooldan olan dostlarımdan birinin arvadıdır. The wife of one of. Yəni, əslində ingilisində bunlar var. Ardarda işlənə bilir. Hətta ardarda 4 dənə apostrofda işlənən var idi. Şeydə bir IELTS kitabı var idi. Orada yazılmışdı. Yəni səhv deyil bu oflar ardarda, apostrof eslər ardarda görürsünüz. Bəlkə də bundan hansınsa içində çıxacaq, düzdür. Ölkənin qərarı, bu da düzdür. Sonra bu deyil, o dediyim yiyəliklərdən olan. Burada ikisi yazılıb prosto. Neighbors, tenants. Bu da düzdür. Amma bu səhvdir. Dediyimiz səbəbdən dolayı relative clause, apostrof s, yiyəlik olmur. Onda belə olur. E variantı çıx, cavablar düzdür. Hə, bir də ki, sizə bir şey deyim. Bu isimlər var, budur. Bunlar, indi bayaqçın dedim də tanımıram. Mən bunların hamısını tanıyıram da. Native mənbələrdə olan cümlələrdir. Yazıbdır. İndi tutalım ki, Mig sizə cümlə götürmək istəyirsə, o inişili elə olmuşdu. Elə bunların hamısı belə bu cümlələr idi, imtahanda düşənlər. Onsuz da buradakılardan götürəcəkdir. Tutub Migdə sizdən başqa heç kim yoxdur ki, belə sizə test hazırlasın, dəyişsin bu isimləri, başqa bir isimlər falan yazsın. Elə bu cümlələr düşsə, bunlar düşəcəkdir. Narahat olma. Yaxşı, bu oldu E variantı. E variant deyəndə, yəni bunu elə silib elə yazmaq olardı. B variantı, yəni E variantı səhv. Hə, gəldik 19-cu testə. Deməli, holisçiliyin, burada D artiklı varsa, əslində bu abituriyent qaydasıdır. Deməli, bu soyad bildirir. Bir də ki, xüsusi isimlər Y hərfi ilə bitəndə o İS əvəzlənməsi olmur. Yanına S yazırsınız, olur bu soyad, holis olur. Yanına da yiyəlik yazmaq istəyirsinizsə, apostrof yazırsınız. Elə burada əslində düzgün variant, o edə var. Bu tərəf belə, o tərəfdə the family. İndi family deyirsinizsə, bu kollektiv noundur. Kollektiv nounlar da yanına tək xəbər, cəm xəbər ala bilər, amma situasiya nasıldır? O situasiyanı da bu demək deyil ki, sizə sadə bir isim verirlər. Mən sizə demişdim, bilmirəm. Bir dəfə Naxçıvanda Miqdə belə sual yazmışdılar. Məsələn, tutaq ki, class deyəsən orada. The family is, məsələn, happy, bir də are happy. O cümlənin hər ikisi düzdür. Yəni situasiyadan siz bilərsiniz əslində təkdir, cəmdir, tək olmalıdır. Xəbəri cəm qoyursunuzsa, bu demək ki, siz fərqləri ayrı-ayrı nəzərdə tutursunuz. O da ki, hiss olunur da cümlədən. Və yaxud da opş danışırsınızsa, onda hə, xəbəri tək yaza bilərsiniz. Amma burada opşu deyil. Deyir ki, ailə masanın ətrafında əyləşmişdilər, oynayırlar falan. Deməli, burada əslində bir unit kimi nəzər tutmalısınız. Ona görə elə xəbər də cəm olmalıdır. O tərəfinə gəldik. Bu oynadı, xəbəri bunun əslində təkdə olmalıdır. Bu variant getdi, bu gəldi. Söhbət sayılmayan isimlə gedirsə, demək ona qaytararsınız it. They like to play it in the evening. Yəni cavab C variantı olur. Yenə 20 DNS dənəsi düzdür. A lot of powerful voices. Bir düz, içində a bit of successful underground work. A bit of'dan sonra elə bilirəm cəm isim işlənirdi. Burada sayılma isim işlənir. Buna səhv deyin. Sonra far too much impressive skin. Skin sözü sayılmır, we sözü sayılır. Burada da məsələ budur da, buna baxırsınız. Ona görə 3 düzdür. The only, burada indi buna siz cəmsim, təksim, adətən təksim yazırsınız. Bu düz olar. FU-dan sonra, hə, bu speech var ya, bu speech-in sayılan mənası da var, sayılmayan mənası da var. Elə bir ki, çıxış kimi sayılır. Məsələn, deyirsiniz ki, təhsil naziri yaxşı bir çıxış elədi. Orada artiklını yazırsınız, çünki sayılan isimdir. Amma bir də var, deyirsiniz ki, məsələn, təhsil nazirimizin, doğrudan da bilmirəm, bilirsiniz ya yox, Emin müəllimi demirəm. Mən Naxçıvan təhsil nazirini deyirəm, çox yaxşı danışıq qabiliyyəti var. Amma orada o speech sözü qabiliyyət kimi olduğu üçün sayılan isim olmur. Yəni burada da bu deyir ki, çoxlu yaxşı şeylər, nədir o, nitqlər. Yəni əslində burada speech sözü cəmlənməli idi.
cəmlənmir. Plus da ki, onsuz da cəm oldu, olmadı. Cəmlənsə belə, cəmlənməsə də onsuz da burada heç olmasa Salman kimi işlənsəydi, FU işlənməzdi. Option bu variant səhvdir. Bu da getdi. Quiet FU ilə işləyəndə prosta cəm isim olmalıdır. Olubdu bu da cəm. İndi burada ikisini çıxanda olar B variantı. Amma mən bilmirəm da nədir. Bir dənə bu gedər. Bir də EBIT cəm isimlə işlənər. Bu ikisini çıxanda qalır B variantı. Hə, sonra 21 demək. Nədir? Bunun qısalmış halı deməli assistant manager of the restaurant. Restoranın meneceri. Bu yəqin belə düzərik yan yana da. The assistant restaurant manager. Yan yana qoyub yəqin yazarıq. Elə bir sifət kimi işlənirlər də. Restoran meneceri deyərik. Hə, B variant. Bir hansı düzdür? People's rights, bu düzdür. İnsanların hüququ. İnsanların hüquqları. Amma bu insanların hüququ, insanın hüquqları. Hə, ola bilər də bu ümumi insanlar deyirsə, amma burada hansısa bir insan nəzərdə tutursunuz da, tutalım ki, insanın hüquqları. Bu da düz olar, qadınların hüquqları. Bu isim var, bu isimi buradan da cəmləsəz xoş gedər Allaha, buradan da cəmləsəz xoş gedər. Hər iki halda düzdür. Nəysə ki, burada hamısı düzdür. Gəldik 23-ə. Bu isim var, bu example deməkdir. Yəni bu şey deyil də, cəm isim deyil. Bunu cəmləmək istəyirsinizsə belə deyəsiniz. Birinci tərəfə belə cəm yazırsınız, ikinci tərəfdə such as ways, nə bilim nə, many of which are not. Hə, deyir ki, indi muzey hissələrində saxlanılır. Buna da şey lazım deyil. Bu yiyəliklər falan. Muzey hissəsi bu tək olsaydı pis sayılır, artikl olardı, gedər. Heç də bu qalır bu variant. Bunun birinci tərəf təkdir olmur. Sonra bu ikisinin hər iki tərəf olmur. Bunun ikinci tərəfdə yiyəli ehtiyac yoxdur. Burada da isim əgər pisdirsə tək isim cəmlənməli idi. Heç də cavab B variantı. Yəni demək istəyir ki, bu nə bilim nəsə şeydir də, əl işidir. Ən gözəl nümunələri, bu elə bir example sözdür. Nümunə demək də. O da speech men, axır mendir. Yəni kişi söz deyil. Tək isimdir, cəmləndə belə olur. B variantı. 24. İndi burada bundan sonra onsuz da ya cəm isim işlənər ki, evidence sayılmır, ya da sayılmır isim işlənər. Demək, burada bir dənə sayılmır isim yazmalısınız. Evidence, belə olan halda xəbərdə olacaq təkdə. Ona da yazarsınız is, there is evidence. Bu tərəfində də ürək xəstəliyi, buna da yiyəlik lazım deyil. Ürək xəstəliyi deyirsiniz də heart disease. Yəni cavab olacaq B variantı. 25. Hə. Baxın, hyphen olanda dedik ki, biz cəmlənmə olmur. Olmayanda da sayla isim uzlaşır. Cəmlənmə olmalıdır. İndi burada hyphen var, cəmlənib. İsim olmaz. Bunun birinci tərəf düzdür, amma ikinci tərəfdə daimında cəmləmək olmaz. Bunun birinci tərəfi, burada yiyəlik, bu nədir ki belə? Bura yiyəliyə ehtiyac yoxdur, getdi bu variant. 21 karat almaz. Burası düzdür, elə burası da düzdür. Cavab D variantıdır. Burada da yenə yiyəliyə ehtiyac yoxdur. Yəni şeydə deyirsiniz, almaz sahələri, almaz sahəsi, daha demirsiniz almazın sahələri. Cavab olur D variantı. 26. Deməli, yiyəlik halın səhv olduğu. Hə, bu elə bir düşünün, burada əslində yazı sözü var. Prosta ehtiyac yoxdur da. Deyir, bu mənim əl yazım deyil, Selenançıdır. Yəni Selenanı yazdı. Bir düzdür. İkincisində deməli bu ayrı-ayrı yiyəliyə düşübsə, bu demək ki, isim cəmləməli versions of. Bu bilmirəm, səhvdimi, düzdürmü? Bu elə verim, amma səhvdir. Deyəsən bir dənə yiyəli yiyəlidir, oxşar şeydir. Cəm olsa da bu deyəsən
Yox, bu bilmədim bunu. Bunu bilmədim, bu dursun. You will find beautiful artwork. Davids. Burada amma adi yiyəlik halda evləri ayrıdılar deyə apostrof hisslər də ayrı olub. Burada nə var bilmirəm. Əslində dilimin ucundadır, tapamıram. Üç düzdür, dördüncüsündə indi burada deməli şeydir də ikisinin birdir deyə birinə yazıbdı. Bu da düzdür. 5-də 5 amma elə bilirəm səhvdir. Elə bir deyirsiniz ki, Tomun analarından biri səhvdir də bu. Məsələn, bu yaza bilərsiniz bura. Friends, dostlarından biri. Amma analarından biri məntiqsiz səsləndiyi üçün 5 səhvdir. 6-da da deməli burada bu sözə görə bu da səhv olur. Normalda belə bu demək ki, bunlar ikisi qardaşdır. Bu da onların bacısıdır. Prosta burada together deyilsə, bu demək ki, uje burada əslində Jack ayrı adamdır. Bu da ayrı adamdır. Hə, indi məsələ burasındadır ki, bu bunu səhv götürəcək. Amma keçənin Mig bunu düz götürdü ki, əslində səhv də deyil. Baxın, bunu Emarşen moda salmışdı. Emarşenin kitabı çıxanda. Biz deyirik ki, məsələn, ingilislərə görə götürüb ki, bu ikisi qardaşdır, bu da onların bacısıdır. Hə, yəni birlikdə işləyirlərsə, xəbəri onda düz olur da, cəm olmalıdır. Elə bir Jackdir, bir də Gilin bacısı tutalım ki, Leyladır. 2 nəfərdilər. İşləyirlər xəbər cəmdə, birlikdə də bu düzgündür, elə beləs düşmüş keçən. Bu düzdür, amma indi Elvir müəllim buna belə yanaşıb, Cəlil müəllim də elə yanaşırdı ki, ingilislər belə şey işlətmir. Elə bu bildiyimiz iki qardaşdır, bu da onun bacısıdır, xəbərdə tək olmalıdır. Yox. Bu iki cür düşünülən yiyərişlər var. Bizim Dünya müəllimə kitabdan da tapmışdı, keçən ildən sonra paylaşmışdı şeydə Telegram qrupunda falan. Yəni bu səhv deyil, düzdür. Ki keçən Təhsil Nazirliyi də təsdiqlədi ki, bu düzdür. Ona görə burada 5 səhvdir. Belə yəqin bu variantı götürüb, amma 2-də nəsə var bilmirəm. Baxarsınız bu cümlə hazırdır orada, bilirəm orada var Google-da. Amma nədirsə elə bilirəm bunlar ikisi bir adamdır, nədirsə bir dənə yiyəlik olmalıdır. Deyəsən bu eyni adamdır nədirsə. Nəysə də burada 2-5 amma 2-yə baxarsınız 6 səhv deyil. Yəni 6 dəqiq yadınızda saxlayın. Zarafat eləməyin. Hətta keçən il çox adam imtahanda 39 yazmışdı. Bir dənə buna görə 40 yazmamışdı. Çox adam deyəndə demək olar bütün ölkə. Hə, 27. 27-də də deməli ə, heç nə də banan və bu nə idi, hansı meyvə idi? Tropik, hə, buna görə yazıbdı. Tropik meyvələrdir. İndi növündən danışırsınız, zəmləmisiniz, düzdür? Ananas hesabı. Hə, bu var, çolks. Bu bilmirəm hansı halda cəmlənə bilər ya yox. Təbaşir. Rəngli təbaşir. Bəlkə bu da növündən danışanda cəmlənə bilər. Rəngli təbaşirlərdən istifadə edirəm. Always covered with papers. Bu da düzdür. There are some grey hairs. Bu saç sözü bilirsiniz, türk mənasında sayılır. Deyir, onun başında boz tükləri var. Yəni o xüsusi yox da bir iki dənə. Bu da düzdür. Deməli, bu da düzdür. Onda burada hamısı düzdür. Bu amma bilmirəm dəqiq bunun kimi ola bilər ya yox. Bəlkə də ola bilər o da. Elə olsa belə olar variant. Cavab B olar. Sonra 28. Deməli, düzgün cümlə. I shot two whales for sale some days ago. Burada heç nə yoxdur. İsimə görə yazıbsa, bu isim belə cəmdə işlənir. Bu şəkildə. Burası da düzdür. Yəqin ki, buna bir də düz deyin görək. Başımıza nə gəlir? 2-də. There are some green flies. Elə hə, bu ona görə yazıblar. Bu da düzdür. Bu isimlər var idi. Adları. Heyvan adları. Orus müəllimdə də var idi. Orus müəllim biraz ingilislərdən fərqli yazmışdı. Ki, bu özü tək də ola bilər. Cəmli ola bilər. S-lə də cəmlənə bilər. Budur, budur, budur. Bunlar düzdürlər. Amma burada belə bir şey var ki, crosswords S-lə bitsə də təkdir. Means olmalıydı. Bu səhvdir. Sonra qərarını elə bilirəm cəmdə amma. İz yox. Ar olmalıydı. Deal with. Burada da Portuqaliyanın deyil. Portuqalların mədəniyyəti. Amma Portuqalların elə bir qəribə olur. Bəlkə Portuqaliyanın olmalıydı.
Cəm yox elə apostrof S. Yəqin ki, A variantında cavab A'lar. Burada means, burada are, burada da Portuqaliyanın mədəniyyəti var. Portugals. Bilmədim. Portuqalların desək nə səhv olur ki? Portuqaliyanın mədəniyyəti. Müəllimə demişdik, sifətləşən isimlərdə birbaşa vermirdik. Bir başa düşmədim. Nə tərim? Məsələn, gənclər, zənginlər deyəndə Əh, isim qoymalıyıq bildim, sonra. ay müəllimə. Elə bu da imtahanda düşmüşdü bax 2023-cü ildə. Yazmışdı yaşlıların nə bilim nəyi, problemi nəyi, apostrof S-lə yazılmışdı. D səhv idi. Bu da D ilə toplu isim yaranıbsa, yiyəli çalıb belə yazamarsınız. The culture of the Portugals olmalı idi. Hə, cavab A variantıdır. Deyirəm görürsən müəllimə nəyi deyir. Hə. Sonra 29 29-da da deməli nə yazaq ki, Allah xoş etsin. 24 yaşlı Bron Pier. İndi burada hyphendan verilibdir. Bu birinci tərəf düzdür. Burada səhvdir. Cəmlənmə olmaz. Heç belə struktur yoxdur ingilis dilində. Burada da cəmlənməli idi, cəmlənibdir. Burada da bura yiyəliyə ehtiyac yoxdur. Burada bu nəsə ki, bu A ilə D variantı uyğun gəlir. O tərəfinə baxaq. Deməli, o tərəfində burası da eynidir zaten. Burada Amma burada mübtada kimidir. Deyir ki, prepare public opinion. Bu biz dedik ki, mübtada rolunda ing veririk, nəinki to. Çünki tərkibində bunun məqsəd var. Elə olanda da bu variantı silirsiniz. Amma qalsaydı, bu məsələn ing olsaydı bu variantda düz olardı. Belə də deyə bilərsiniz. Heç nə cavab olur A variantı. 30. 30-da da deməli sheep raising. Yəni burada bir şey var da, ING-lər ayrı-ayrıdırsa xəbərlər cəm olmalıdır. Burada da sheep raising, wool processing ayrı-ayrıdırsa xəbər cəm olmalıdır. Burası düzdür. Burada da adi bildiyimiz isim cəmdir. Yəqin ki, adı da burada. Məsələn, yiyəliyə ehtiyac yoxdur. Adi isimdir. Niyə biz yiyəliyə salaq? Bu da yiyəlikdir, bu da yiyəlikdir. Burada bu heç nə A variantıdır, hə. Sonra buna da baxaq, vaxt dayanacaq. Burada da deməli 3 hours trip deyə bilərsiniz. 3 saatlıq trip. Sonra burada article söhbətinə görədir. Allahlar mod idi. Bu söhbətin müzakirəsi en qədər gedirdi. Baxın, burada siz article yazsanız da olar, yazmasanız da olar. Yəni bu 3 saatlıq səyahət və yaxud 3 saatlıq səyahət. Səhvləmirəmsə, Cəlil müəllim deyirdi ki, burada article yazmaq olmaz. Amma olar, Oxford kitabında da vardı. Elə bir də düzdür, iki də düzdür. Sonra o birisində a trip audit bu şəkildə də deyə bilərsiniz. Kaspi testinin içində var idi. Bu şəkildə hyphenla da deyərsiniz. Yenə də düz olur. Amma hyphenla da adətən artikel olur. Burada mı ola da bilir, olmaya da bilir. 3 hour trips 3 saatlıq səyahət. Bu da düzdür. He is onun 3 saatlıq tripi. Heç nə hamısı düzdür. Yəni A var. Bir də var. 2 for. Burada amma bir dənədən söhbət getmir də. Deyir ki, 2 dənə 4 saatlıq dərslər. Yəni bu ismi cəmləmək məcburiyyətindəydiniz. Çünki burada 2 dənə 4 saatlıq, elə bir 8 saatdan söhbət gedir. Hop, şimdi hamısı düz A variantı. İndi burada vaxt bitəcək. Gəlin belə eləyək. Siz bu ismi hamısı yazmışdınız ya da hamısını yazmaq istəyirsiniz. Biraz tez deyin. İndi bir dəqiqədən az vaxt qalır. Bilmirəm ki, burada da isim çoxdur. Əgər istəyirsinizsə, isim biraz çətin bölmədir. Elə bu 4-cü gündə bunun davamını deyə gedərik. Nə boyda deyə bilərik, deyərik.